Əziz bilgələr, bu dəfə sizə ümumi tarixdən növbəti dərs izahı olan Versal-Vaşinqton sisteminin izahını çəkirəm. Nəzərə alsaq ki, keçən kitabla bu kitab arasında o qədər uçurum fərqi yoxdur. Sadəcə indi proqram üzrə getdiyim üçün qərara gəldim ki, bu mövzunda çəkim. Əvvəlcə biz 1-ci Dünya müharibəsindən sonra baş vermiş hadisələrdən danışırıq ki, müharibənin nəticəsində dövlətlərarası əlaqələri nizamlamaq məqsədi ilə məğlub dövlətlərlə müqavilə imzalamaq və sərhədləri müəyyənləşdirmək məqsədi ilə Versal və sonraki dövrdə Vaşinqton konfransı keçirilir. Birinci Versal konfransından danışırıq. Versal konfransı deməli 1919-cu ildə fəaliyyətə başlamışdı, özü də yanvarın 18-də. Yanvarın 18-də fəaliyyətə başlamasının əslində öz bir mənası var idi. Belə ki, 1871-ci ildə yanvarın 18-də eyni sarayda bu Alman imperiyası ilə Fransa arasında Frankfurt müqaviləsi imzalamışdı. İndi fransızlar onun qisasını almaq məqsədi ilə gəlirlər burada eyni sarayda Almanlarla konfransın danışıqlarına başlayırlar. Versal konfransının belə deyək ki, ilk müqaviləsi elə Paris müqaviləsi olur. O da deməli 19 iyunun 28-də, yəni Frans Ferdinandın öldürüldüyü gündə imzalanır. Almaniya ilə imzalanır. İlk müqavilə Almaniya ilə imzalanır. Birinci növbədə deyək ki, bu konfransa hansı dövlətlər dəvət olunmamışdılar? Bir, Rusiya dəvət olunmamışdı, onda Sovet Rusiyası idi. Çünki, belə deyim, Üstlər İttifaqının, Dördlər İttifaqı ilə separat sülh imzalayıb tərk eləmişdi. Bunlardan xəbərsiz hərəkət eləmişdi. Bir də məğlub dövlətlər çağırılmamışdı. Burada isə aparıcı dövlətlər hansılar idi? Fransa idi, Almaniya, İngiltərə idi, getmişdim ha. Bir də ABŞ. Bu üç dövlət aparıcı dövlət idi. Versal müqaviləsində bir sıra önəmli məqamlar var, onlara diqqət etməliyik. Ümumiyyətlə, məğlub dövlətlərə ultimatum yolu ilə çatdırılmışdı. Müqavilənin əsasını ABŞ prezidenti Woodrow Wilsonun 14 maddəsi təşkil edirdi. Onu öyrənməyə ehtiyac yoxdur. Sadəcə bir neçə cümlə ilə ifadə edirik ki, gizli diplomatiyadan imtina olunur, silahların artırılmasından imtina olunur və xalqların öz hüququnu, öz belə deyim ki, müstəqilliyini yaratmalarına imkan yaradılır. Bu məsələlər qeyd olunurdu bu 14 maddə prinsipində. İndi Versal-Vaşinqton sisteminin fəaliyyətində məsələn deyirik ki, burada bir neçə məqam var. Hansı dövlət desəm ki, Versal müqaviləsini imzalamadı, siz deyəsiniz Çin imzalamır. Sorursam niyə imzalamır? Siz deyəsiniz çünki ərazisindəki Alman mülkləri vermişdi Yaponiyaya. Hansı dövlət bunu ratifikasiya, yəni təsdiq eləməmişdi? Siz deyəsiniz ABŞ təsdiq eləmir. Niyə təsdiq eləmir? Çünki onun bitərəfli siyasətinə uyğun deyil idi bu millətlər cəmiyyətinin yaradılması və ABŞ senatda bunu təsdiq eləməkdən imtina edir. Və eyni zamanda dediyim kimi məğlub dövlətlərlə müqavilələr imzalanır. Amma bu Vaşinqton Versal sisteminin ən mənfi xüsusiyyəti, ən belə deyim ki, problemli nöqtəsi bu təzminat məsələsi idi. ABŞ-ın təzyiqi ilə Almaniyadan sonraki dərsdə keçəcək bunu. Almaniyadan təzminat alması məsələsində biraz fikir ayrılıqları baş vermişdi. Yəni, yekunda Almaniyadan təzminat alması məsələsi bu sistemin problemli məsələsi idi. Ümumiyyətlə, biz onu deyirik ki, konfrans gedişində millətlər cəmiyyəti yaradılmışdı. Təqribi götürün 1919. Millətlər cəmiyyətinin məqsədi o idi ki, xalqlar arasında əlaqəni təmin eləmək, dövlətlər və xalqlar arasında və dünyanı sülhlə idarə eləmək, problemləri ancaq sülh yolu ilə aradan qaldırmaq idi. Yəni, millətlər cəmiyyətinə hansı dövlətlər daxil deyildi? Məğlub dövlətlər, bir də Rusiya daxil deyildi. Artıq yenə Sovet Rusiyası deyirik, hələ ki, o SSR deyirik. Digər mərhələli şəkildə daxil olmuşdular dövlətlər. Məsələn, orada çərçivədə qeyd olunur ki, 26-cı ildə Almaniya daxil olur, 32-ci ildə Türkiyə daxil olur, 33-cü ildə Almaniya ilə Yaponiya çıxarılır, 34-də SSR daxil olur, 39-da SSR çıxarılır. İndi bunların çıxarılmasına bağlı olan məsələlərə növbəti dərsimizdə geniş yer verəcəyik. Çünki o beynəlxalq münasibətlər dərsində ətraflı danışacağıq. Burada digər məsələ nə idi? Mandat rejimi yaradılmışdı. Mandat rejiminin yaradılmasından məqsəd Almaniyanın və Osmanlının mülklərini idarə eləmək idi. Mandat rejiminə hansı dövlətlər mandat rejimində belə deyək ki, imtiyaz almışdı? 4 dənə dövlət idi. Xəritədə göstəririk İngiltərə, yəni Böyük Britaniya, göstəririk Fransa, göstəririk Belçika, bir də Yaponiya. Bax, burada diqqət olunur ki, ABŞ-a mandat hüququ verilməmişdir. Çünki ABŞ yenə bitərəf siyasət yürüdürdü deyə mandat hüququna yiyələnmir. Bundan sonra biz deyirik ki, hansı mandat kateqoriyaları vardı? 3 dənə A, B, C.
A ilə B müstəqilliyə hazırlanmalı idi. C isə verilən dövlətin tərkibində qalmalı idi. Mandat rejiminə əsasən dedim ki, bir Almaniyanın mülkləri idi. Bir də ki, Osmanlının ərazisinə daxil olan dövlətlər, xüsusilə də bu ərəb dövlətləri falan bölüşdürülmüşdü. Bir belə deyək ki, Versal sistemində onu demək lazım ki, yenə şərq məsələsi gündəmdə idi. Osmanlının bölüşdürülməsi üçün güclü iş gedirdi. Amma bu iş biraz gec bitir. Çünki deyir İngiltərə ilə Fransa arasında fikir ayrılıqları ta 1920-ci ilə qədər aparırlar Osmanlı müqavilə imzalamağı. İndi ondan da söhbət edəcəyik. Versal-Vaşinqton sisteminin mandat rejimində danışdım. Deməli, nəticələrindən orada danışası olsaq, əslində bu sülhü qum üzərinə yazılmış sülh imzalayırlar. Çünki adlandırırlar. Çünki bu etibarlı sülh deyil idi, ədalətli sülh deyil idi. Pozulması an məsələsi idi. Yəni onlar da başa düşürlər ki, elə ki bir dalğa gəlib vursa pozulacaq. Məsələn, burada nə narazılıqlar vardı? Məsələn, ən birinci narazı Almaniya idi. Almaniya ən ağır şərtli müqaviləni imzalamışdı. Onsuz da özünü gücləndirən kimi müqaviləni pozacaqdı. O aydındır. Müttəfiqlər arasında da fikir ayrılığı var idi. Məsəl üçün, Osmanlı ərazisini bölüşdürmə bayaq dedim, yenə təkrarlayım. Bölüşdürülməsi məsələsində İngiltərə-Fransa arasında fikir ayrılığı var idi. Sonra İtaliyaya bunlar müharibə dövründə torpaq vəd edib çəkmişlər tərəflərinə. Axırda bizi vermişlər buna. Bu da bizə minnət qoymuşdu, qəbul eləməmişdi. İtaliya narazı idi. Məsələn, Çində narazılıq var ki, ərazisində Yapon mülkləri var idi. Yəni Yaponlara verilmişdi ərazisi. Bu kimi narazılıqlar ərəb dövlətlərinə müstəqillik vəd verilmişdi, heç bir şey tətbiq edilməmişdi. Hindistan hələ də müharibədə iştirak eləsə də hələ də İngiltərənin bir müstəmləkəsi kimi mövcudluğunu qoruyurdu. Bu kimi şeylər sistemin boş olduğunu göstərirdi və hər an dağılmağa hazır idi. İndi isə imzalanan müqavilələrə keçək. Bu imzalanan müqavilələrdən birincisi dediyim kimi 19-cu ilin iyunun 28-də Paris müqaviləsi Almaniya ilə imzalanır. Almaniya ilə imzalanan müqavilənin bir hərbi cəhətdən nəticələri var, bir də ərazi cəhətdən, inzibati cəhətdən. Məsələn, ərazi cəhətdən Almaniya müstəmləkələri itirir, bu bir. Müstəmləkələri əldən çıxır Almaniyanın. Eyni zamanda Almaniya, belə deyək ki, Qərbi Prusiya ilə Poznan vilayətini verir və bunun yerində Polşa yaradılır. Burada bir şeyə diqqət edirik. Bizə deyə bilər ki, məsələn, Qərbi Prusiya və Poznan vilayəti verilir Rusiyaya. Bu ifadə səhvdir. Sadəcə bu ərazilərin yerində Polşa dövləti. Buradan da Versal müqaviləsinin gedişində yaradılmış dövlət hansı idi desə, biz deyirik ki, Polşa. Bərpa olmuşdu Polşa dövləti. Əvvəl bölüşdürmüşdü axı. Bundan sonra deməli Almaniya həmçinin ağır təzminat ödəməlidir. Bunu və 7 dəfə vurğulamışam, bir dəfə də vurğulayım. Eyni zamanda Almaniya Sar daşkömür vilayətini verirdi Fransaya. Sar vilayətinin özünü isə bu təzminat məsələsinə görə Fransaya verilirdi. Sar vilayətinin özü isə 15 il müddətinə verilirdi Millətlər Cəmiyyətinə. Sonra plebissit, yəni səsvermə yolu ilə həll olunacaqdı ki, Sar cəmiyyəti harda qalmaq istəyirlərsə ora birləşdirilməlidir. Bu da axırda indi Hitlerin dövrünə danışanda təzədən qaytarır öz ölkəsinə. Hitler Sar vilayətini ələ keçirir. Bu ərazi eyni zamanda Almaniya öz üzərinə öhdəlik götürür ki, Avstriya-Macarıstanla bir daha ittifaq qurmayacaq. Bu onun inzibati cəhətdən, yəni sərhədlər cəhətindən itkiləri idi. Bir də hərbi cəhətdən. Birinci növbədə məcburi ordu toplanması qadağan olunur, könüllü prinsip əsasında. 100 mindən artıq belə deyək ki, qoşun saxlaya bilməzdi. Donanması ləğv olunur. Eyni zamanda Reynin hər iki tərəfini hərbsizləşdirir. Bunun məqsədi o idi ki, Fransaya hücumun qarşısını alsınlar, gələcəkdə yəni Fransaya hücumu olmasın. Həbs əməlisi fəaliyyətini dayandırır. Bu kimi şeylər Almaniyanın güclü təsir edir Almaniya iqtisadi cəhətdən. İstər hərbi belə deyək ki, geriləmənin olması, istər ərazi itkilərinin olması Almaniya iqtisadiyyatına güclü təsir edir. Və Almaniyadan savayı, bax məsəl üçün digər dövlətlərlə müqavilələr imzalanıbdır. Artıq təzə kitabda bu şəkildə deyil. Məsələn, burada yüngülləşdirmə var. Belə ki, elə Almaniyanın imzalanmış müqaviləni elə geniş şəkildə veriblər. O biri dövlətlərlə imzalanmış müqavilələri çıxardıblar. Məsələn, amma adlarını deyirik də biz. Deyirik ki, 19-cu ildə ayını da çıxardıblar. Avstriya ilə Saint-Germain müqaviləsi imzalanır. Sonra 19-da Bolqarıstanla Ney imzalanır. 20-ci ildə Trianon imzalanır Macarıstanla. Sonra da Sevr imzalanır Osmanlı ilə. Bu qədər qısa. Buranı kiçildikdə bu üstünlükdür əslində abituriyentlər üçün. Sadəcə indi burada nə var? Bir-iki dənə ayrı-ayrı yerdə cümlələr yazıblar. Məsələn, orada deyirlər ki, Avstriya-Macarıstan imperiyası dağıdılır. Bu Versal sisteminin ümumiyyətlə nəticələri sırasında deyilir. Və onun yerinə Avstriya-Macarıstan, Çexoslovakiya, Serb, Xorvat, Sloven krallığı yaranır. Ondan sonra Yugoslaviya adlanır. Eyb yox.
O da çox vacib deyil. Prosta 4 dənə dövlət yaranır bunun. Yenə amma burada məsəl üçün bir dənə də nə məsələ qeyd olunubdur. Qeyd olunan məsələ odur ki, bu deməli Macarıstandır, Avstriyadır, bir də Bolqarıstan Almaniya kimi itirdiyi ərazilərdən təzminat ödəməyə məcburdur. Amma Osmanlıya verməyibdir təzminat məsələsini. Osmanlı çünki ərazisi bölüşdürülməsi nəzərdə tuturdu. Hansı dövlətlər bölüşdürmədi Osmanlı ərazisini? Deməli burada Yunanistana yer verilirdi torpaq olaraq, İtaliyaya verilirdi, İngiltərə və Fransaya. Amma bunlar baş tutmur, Sevr müqaviləsini həyata keçirə bilmirlər, çünki Mustafa Kemal imkan vermir. Türkiyə qurtuluş belə deyək ki, mübarizəsi aparır və bunun nəticəsində həmin torpaqları bütövlüyünü qoruyub saxlaya bilir. İkinci hissədə, yəni dərsin davamında əslində Vaşinqton müqaviləsindən söhbət edirik. Vaşinqton müqaviləsinin çağırılmasının səbəbi o idi ki, indi ABŞ prezidenti, ümumiyyətlə ABŞ o dövrdə görür ki, bu çox bitərəflik haqqında danışdı, çox özünü dünyadan kənarda saxladı. Görür ki, bu dünyadan kənarda olduqca naz-nemətlərdən məhrum olur da. İngiltərə, Fransa qazanır. Bu deyir ki, yox, bir dəqiqə, mən bir dənə yığışaq Vaşinqtonda 21-22-ci ildə bir dənə görüş keçirək, yəni mənə də bir şey verin də, bu qədər əziyyət çəkmişəm. Yəni bu, belə deyim ki, silahların məhdudlaşdırılması məqsədi ilə, eyni zamanda uzaq şərq və sakit okeanda sərhədləri müəyyənləşdirmək məqsədi ilə. Bunları niyə vurğulayıram? Çünki situasiyada düşsə yaza bilin deyə. Bu məqsədlərlə Vaşinqton konfransı keçirilir. Vaşinqton konfransı keçiriləndə ABŞ-ın prezidenti Harding idi. ABŞ-ın prezidenti. Növbəti dərsimizdə o ABŞ prezidenti haqqında söhbət edəcəyik. Hardingin dövründə bu konfrans keçirilmişdi. İndi burada deməli 3 dənə müqavilə imzalanıb. Birinci müqavilə 4 dövlət müqaviləsidir. Hansı dövlətlər iştirak edib bu müqavilənin imzalanmasında? Amerika Birləşmiş Ştatlarıdır, Böyük Britaniyadır, Fransadır, bir də Yaponiyadır. Bu müqavilənin tərkibində onu qeyd edir ki, tərəflər bir-birlərinin sakit okeandakı sərhədlərini tanıyırlar, ərazilərini tanıyırlar. İkinci müqavilə Çinlə bağlı müqavilə idi. Çinlə bağlı müqavilədə isə deyir ki, Çinin müstəqilliyi və ərazi bütövlüyü tanınır. Bütün bazarlar üçün, ümumiyyətlə Amerikadan başqa bütün digər bazarlar üçün açıq qapı siyasəti yeridir. Yəni ABŞ ticarəti hər yerdə keçərli olmalıdır. Bir də ki, burada bir-birlərinə bazarlarda güzəştlər eləməlidirlər. Üçüncü müqavilə isə yenə bu silahların... Üçüncü müqavilə də burada silahlarla bağlı idi. Yaponiya yenə 4 dövlət imzalamışdı əslində bunu. Amma bu müqavilənin yekun nəticəsində deyil, Britaniya dənizlərdə ABŞ-la ağalığını bölüşdürməyə məcbur olur. Bir də Yaponiyanın sakit okeandakı gücü məhdudlaşdırılır. Və bundan sonra Yaponiyada məsələn qisas hissi meydana gəlir. Bu da aparır çıxardır 2-ci Dünya müharibəsini. Yəni burada əslində həyata keçirilmiş konfranslardakı ədalətsizliklər elə 2-ci Dünya müharibəsinin baş verməsinə bir səbəb idi. Vaşinqton konfransının, ümumiyyətlə Versal Vaşinqton sisteminin bayaq əslində xırda-xırda ayrılıqda mənfi xüsusiyyətlərini saydım. Bu dərs bu qədərdir. Yəni bundan sonra orada məsələn Ceneya konfransı, Locarno konfransı, nə bilim Reyn təminat paktı, bu tipli şeylərin beynəlxalq münasibətlər dərsinin içine daşınıbdır. Yəni həmin dərsi izah eləyəndə ondan danışacağam. Sən bunları təkrar edib mənə yenə oradan cavab verəsən. Əziz bilgələr, bu dəfə sizə Versal Vaşinqton sistemini izah elədim. Qısa dərs idi. Yəqin ki, dəqiqələri də o qədər çox deyil və artıq təzə kitabda xeyli yüngülləşdiriblər. Dediyim kimi, öyrənəndə isə bu izahın əsasında yeni kitabla, yeni dərslə öyrənməyiniz tövsiyə olunur. Elə bu ilin uşaqlarına da aiddir. Çünki əgər bu izahda və yeni kitabda olmayan şeylər varsa, köhnə kitabdan oxuyursunuzsa, onu oxumaya ehtiyac yoxdur. Çünki onlar çıxarılıb. Bu ilin 11-lərinə isə həm təzə kitabda, həm köhnə kitabda olan ortaq suallar düşəcək. Yəni əlavələr yox, amma çıxarılmışlar da düşməyəcək. Ona görə də bu video vasitəsilə siz işinizi biraz asanlaşdıra bilərsiniz. Növbəti dərs izahlarında görüşmək ümidi ilə özünüzə yaxşı baxın.